Öyrəndiklərinizi müəllimə testləri, xüsusilə testləri mənə çatdırırsınız. Çünki bu təlim prosesimizdə testlərin icrası mütləqdir, önəmlidir, önəmli faktordur. Yəni bu məsələlərə diqqət edin. Ev tapşırıqlarınızı mənə göndərin xüsusi olaraq. Çünki bu materiallar sizin bazanızı yoxlayır. Mən görə bilirəm ki, sizin bazanız nələrdən ibarətdir, nələrdən, necə həyata keçirmisiniz, nələr var burada. Vaxtınız xeyir müəllimə. Hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz müəllimlər interaktiv öyrənmə strategiyalarına sərf olunacaq. Interaktiv öyrənmə zamanı nələrə diqqət edirik, necə edirik, nələri əsas görməliyik. Yəni, bu kimi faktorları görəcəksiniz. İnteraktiv öyrənmədə əsas göstəricilər var. İndi onları da deyəcəm sizə. Motivasiya və refleksiya imtahanda çox çıxır qarşımıza. Motivasiya üsulları hansılardır, refleksiya üsulları hansılardır? Situasiyanı verir və soruşur bizdən ki, bu göstəricini müəyyən edin. Siz bilməlisiniz ki, refleksiya strategiyaları hansılardır və biləsiniz bu strategiya refleksiyanı əsaslandırırmı, yoxsa motivasiyanın göstəricilərini. Yəni ona görə də bu mövzumuz ən önəmli, mövzulardan biridir. Bundan əvvəlki dərsimizdə sizinlə standart anlayışını müzakirə etmişdik və burada elə mövzular arası əlaqə yaransın deyə motivasiya və refleksiyanı da bu mövzunun davamınca keçirik, tədris edirik. Təbii ki, proqramınız əvvəlcədən təyin olunub sizin. Sizin üçün də axıcı olsun deyə bu mövzumuz bugünkü təlim prosesində sizə çatdırılacaq. Gəlin artıq başlayaq. Azından çox 10 dəqiqə vaxt keçib, yəqin digər bir neçə müəllimimiz də artıq təlim prosesinə qoşular. Deməli, müəllimlər, həm sertifikasiyanın, həm də MİQ-in əsas mövzularından biri interaktiv öyrənmədir. Bugünkü təlim prosesində siz interaktiv öyrənmə nədir, müəllimin fasilitasiya bacarıqları nələrdir, refleksiya nədir, motivasiya nədir? Yəni, bu kimi əsas məlumatları öyrənmiş olacaqsınız. Deməli, interaktiv öyrənmə, ümumiyyətcə, interaktiv nə deməkdir? İnteraktiv, yəni qarşılıqlı əlaqə əsasında qurulan təlim prosesidir. İnteraktiv öyrənmənin əsas şərtlərindən biri təlim prosesində müəllim-şagird münasibəti. Kurikulum dilində desək, subyekt xarakteri daşımasıdır. Müəllim-şagird münasibəti dediyim necə olacaq? Müəllim-şagird. Yəni, müəllim artıq şagirdi obyekt kimi görməyəcək, subyekt kimi. Yəni, müəllim fasilitator olanda, müəllim bələdçilik edəndə şagird araşdıran tərəf, axtaran tərəf, yenilikçi bir şəxs kimi çıxış edəcək. Yəni, öyrətmə üsulları son illərdə daha çox dəyişir. Yəni, bir ömrü boyu öyrənmə strategiyası yaranır ki, məhz bu interaktiv öyrənmə prosesi də təlim prosesinin əsas göstəricisi kimi görüləcək. Deməli, interaktiv öyrənmədə şagird-şagird, şagird-müəllim münasibətləri qurulacaq. Şagird-şagird münasibəti qurulacaqsa, siz əməkdaşlıqdan danışacaqsınız. Müəllim-şagird münasibəti qurulacaqsa, artıq müəllimin fasilitasiya prosesi, şagirdin araşdırıcı, axtarıb araşdırıcı, təhlil edici xarakterlərini görəcəksiniz. Və təlim prosesində təbii ki, artıq əzbərçilik, sıfırdadır, əzbərçiliyə son qoyulub. Yəni, əzbərçilik kimi xarakteri yoxdur. Məsələn, ənənəvi təlim prosesində çox məlumat oxuyan, çox məlumat olan uşaq yüksək səviyyəli sayılırdısa, artıq indi bilik və bacarıq öndədir. Yəni, burada bacarıq da həyata keçirilməlidir ki, interaktiv təlim prosesi həyata keçirilmiş olsun. Bəs sual vermirsiniz ki, ay müəllim, bəs interaktiv öyrənmə hansı digər anlayışlarla əlaqəli ola bilər? Məsələn, biz gələcək dərslərimizdə nəzəriyyələr keçəcəyik. O nəzəriyyələrdə bunun əksini tapacaqsınız. Məsələn, prinsiplər görəcəksiniz. Şagird yönümlülük prinsipi. Demək olar ki, imtahanda şagird yönümlülük prinsipi bir tələb kimi, prinsip kimi çox qarşımıza çıxır. Şagirdin mənafeyinin görülməsi. Məsələn, burada siz görəcəksiniz ki, şagird yönümlülük prinsipində şagirdin
şagirdlərin marağı, mövqeyi, öyrənmə prosesinin aktivləşdirilməsində əsas görüləcək. Yəni şagirdin mövqeyi nəzərə alınacaq. Bu da interaktiv təlim prosesinin əsas anlayışıdır. Şagird yönümlülük. Yəni şagird mərkəzdə olacaq. Sonra sorğu və araşdırma əsaslı, problem əsaslı. Biz ona PBL formasında görürük. Problem əsaslı və ya project ingiliscədə deyirik, layihə əsaslı. Yəni bu formada görəcəksiniz. Deməli, interaktiv təlim prosesinin qurulmasında şagird yönümlülük, sorğu və araşdırma əsaslı öyrənmə, yəni bu göstəricilər həm sizə şablon olaraq düşə bilər, interaktiv öyrənmənin mahiyyəti kimi. Həm də bir qayda olaraq bilməlisiniz ki, bu göstəricilər interaktiv təlim prosesinin əsas faktorlarıdır. Sonra müəllimlər qeyd edə bilərsiniz, məsələn, interaktiv öyrənmə anlayışını necə əsas görək, yəni əsası nədən ibarətdir? Yəni bu cür göstəriciləri nümayiş etdirə bilərsiniz. Məsələn, sosial inkişaf nəzəriyyəsi adlı bir nəzəriyyəmiz var. Lev-Vygotskyinin nəzəriyyəsi kimi qeydə alınır. Və bu nəzəriyyədə əsas şərt, əsas faktor sosial mühitdə şagirdlərin təlim prosesinə düzgün cəlb olunmasından ibarətdir. Yəni əməkdaşlı mühitdə, sosial mühitdə təlim prosesini mənimsəməsidir. Sosial mühit necə? Yəni özündən daha belə deyək, savadlı birisi ilə, özündən daha bacarıqlı birisi ilə təlim prosesinə cəlb olunmağa əsaslanır. Bəli, bu yaxın inkişaf zonası kimi sayılacaq. Buna biz digər adı ilə scaffolding deyirik. Yəni şagirdin olduğu yerdən, olmalı olduğu yerə aparacaq. Yəni A nöqtəsindən Z nöqtəsinə getmək istəyirsə, baxın bu aralıqdakı sərf etdiyi müddət scaffolding sayılacaq. Yaxın inkişaf zonası. Və bu proses də yenə gəlib interaktiv təlimə dayanacaq. İnteraktiv təlim prosesində də digər göstəricilərdən biri konstruktiv rəyin verilməsidir. Yəni deyirsiniz, müəllim, nağıl xarakterli danışırsınız. Bu dediklərim situasiyalarda qarşınıza çıxacaq nüanslardır. Məsələn, mənim bu dediklərimi təlim prosesinə müəllim sərgiləyir və bunun bir göstəricisi kimi biz nəyi müəyyənləşdirə bilirik? Yəni bu təlim prosesinin interaktivliyini. Demək, qeyd etdiyimiz kimi, interaktiv təlim prosesində də əsas faktorlardan biri konstruktiv rəyin qurulmasıdır. Konstruktiv rəy dedikdə nəyi nəzərdə tutacaqsınız? Konstruktor qurmaq deməkdir, yaratmaq deməkdir. Yəni müəllim təlim prosesində qurucu olmalıdır. Ona görə deyirik ki, təlim prosesində rəylər qurucu xarakter daşımalıdır. Yəni konstruktiv xarakter daşımalıdır. Yəni bunu da əsas görəcəksiniz. Sonra növbəti bir göstəricimiz gələcək müəllimlər. Konstruktiv rəyin əksi kimi siz destruktiv rəyi görə bilərsiniz. Destruktiv rəy bunun əksidir, dağıdıcı rəydir. Yəni müəllim bəzən şagirdə deyir, səndən adam olmayıb, olmayacaq da, səndə alınmır, səhv etmisən, bu səhvlər üzərində işləməlisən. İşləmir uşaq və deyir, bunu səhv etmisən. Və təbii ki, bu gələcəyə getməyəcək, bu destruktivdir. Amma müəllim şagirdi gələcəyə yönəlik formada istiqamətləndirsə, qurucu olaraq istiqamətləndirsə, təlim prosesinə düzgün formada və o səhvləri spesifik, yəni aydın olaraq qeyd etsə və uşaq gedəcək gələcəyə yönəlik, o tapşırığın həlli üçün maraqlı olacaq. Baxın, belə halda olacaq konstruktiv rəy. Bu olaraq, yəni bir interaktiv təlimin əsas göstəriciləri kimi görüləcək. Digər bir nümunələrdən biri də məsələn çox nümunələr deyə bilərik. Məsələn, John Dewey-ni qeyd edə bilərik, Jean-Jacques Rousseau-nu qeyd edə bilərik ki, bunlar da öz töhfəsini verib interaktiv təlim prosesində. Amma bunlar imtahanda düşmür deyə onları qeyd etməyəcəm. Amma düşə bilər interaktiv təlim prosesinin, öyrənmənin faydaları hansılardır? İnteraktiv öyrənmənin faydalarından biri də, əsas faktorlardan biri də anlamanı inkişaf etdirməkdir. Biz qeyd etdik ki, ənənəvi təlim prosesində ancaq əzbərçiliyə əsaslanırdıq. Amma interaktiv təlim prosesi aktiv öyrənmə, yəni aktiv anlamanı inkişaf etdirən bir göstəricilərə sahibdir. Aktiv anlama, yəni təlim prosesində şagird aktiv, deyək ki, pasiv dinləyici deyil, aktiv iştirakçıdır.
şagirdlərin öyrənmələri hər hansı bir prosesin daxilində baş verəcək və ömrü boyu öyrənmə baş verəcək. Məsələn, fikir vermisiniz, müəllimlərin işə qəbulu üzrə çərçivə sənədi daim dəyişir. Düzdürmü? Daim dəyişir, daim inkişaf edir. Deməli, bu formada görəcəksiniz. Demək, bu olacaq nə? Əsas faktor, əsas göstərici. Demək, interaktiv öyrənmənin faydalarından biri aktiv öyrənmənin olmasıdır. Sonra ömrü boyu öyrənmənin həyata keçirilməsidir. Sonra əməkdaşlıq şəkildə əlaqələrin yaradılması və aktiv olaraq subyekt xarakteri daşımasıdır. Bunu beləcə görəcəksiniz. Aha. Bunu beləcə nəzərdə saxlayırıq müəllimlər. Digər bir göstəricilərimiz nədir? İnteraktiv dərs mühitinin qurulmasında şagirdə lazım olan göstəricilər bu punktlar şəklində imtahana düşə bilər ki, bunlar hansılardır? İnteraktiv təlim prosesində şagirdin dərsə cəlb olunması, həvəsləndirilməsi lazımdır. Birinci olacaq nə? Dərsə cəlb olunma. Birinci əsas faktordur. İkinci olacaq şagirdlərə cavab verməyə, müzakirə etməyə, praktik tətbiqə sövq edən bir dəstəkləyici mühit yaratmaq. Aydındır. Deməli, birinci göstəricimiz nə oldu? Dərsə cəlb olunma. İkinci göstəricimiz nə oldu? Şagirdlərə cavab verməyə, müzakirə etməyə, praktik nələrsə kəşf etməyə şərait yaratmaq. Üçüncü bir göstəricimiz şagirdin diqqətini çəkən, onları cavab verməyə sövq edən təlim vəsaitləri ilə təmin etmə. Vəsaitlər ola bilər, vasitələr ola bilər, istənilən təqdimat göstəriciləriniz ola bilər. Yəni, bu interaktiv təlimin göstəricisidir. Bir nümunəmiz olacaq bərabər, yəni müəllimlə bərabər şagirdlərin təlim prosesinə cəlb olunması. Bunu qısaca belə yadda saxlaya bilərsiniz. İşçi atmosferinin yaradılması. Bu da olacaq bizim üçün nə? İnteraktiv təlim prosesinin qurulmasında əsas faktorlar, göstəricilər. Və nəhayət gəlirik dərsimizin əsas bir hissəsi motivasiya hissəsinə. Əgər interaktiv təlim prosesini biz qururuqsa, interaktiv təlim prosesində dərsin motivasiyası ən əsas şərtdir sayılacaq. Bir də refleksiyası. Motivasiya qeyd etdiyim, baxın, sonda suallar verəcəm sizə. Çox diqqətlə qulaq asın. Baxın, burada çoxlu testlər hazırlamışam sizə. Hər kəs diqqətlə qulaq assın. Deməli, cəlb etmə, cəlb olunma motivasiyanın əsas faktoru kimi görüləcək. Necə cari, yəni gündəlik hazırki təlim prosesimizdə gündəlik plan hazırlayırsınızsa, yəni icmal hazırlamış olursunuzsa, siz burada mütləq motivasiyanı qeyd etməlisiniz. Mütləq. Dərsin 7 mərhələsi var, 7-sinin də tətbiqi önəmli deyil. Amma ilk olaraq motivasiyanı qeyd edib, sonda refleksiya ilə yekunlaşdırmalısınız. Yəni, ən əsas olan mərhələlərdir bunlar. Bu da interaktiv təlim prosesinin əsasını təşkil edir. Ümumiyyətcə, motivasiya nədir? Hətta belə bir nəticəyə gələ bilərik ki, ən zəif nöqtəmiz təslim olmağımızdır, düzdürmü? Və uğura aparan ən dəqiq yol da bir dəfə cəlb olunmaqla başlayır. Deməli, bir insan uğursuzluğa, deyək ki, düçar oldusa, onun qarşısında bir cəlb olunma olmalıdır, bir məqsəd olmalıdır ki, həmən prosesə çata bilək, düzdürmü? Yəni, bunu elə motivasiyanın bir başlanğıcı kimi görə bilərik. Yəni, bir motivasiya deyəndə təkcə təlimdə deyil bu. Yəni, gündəlik həyatımızda da görə bilirik. Özümüzü motivasiya edirik. Daxili motivasiyamız var, kənar motivasiyalar var və təlim prosesinə bunu yansıtsaq, müəllim əgər təlim prosesində bir motivator olaraq çıxış edəcəksə, demək ki, müəllim dərsdən dolayısı, təlimdən dolayısı bir beyin fırtınası edəcək, bir suallar verəcək, müzakirələr edəcək, hər hansı bir öz hekayəsini belə danışa bilər, musiqili ifa verə bilər, hər hansı bir təlimatlar verə bilər ki, o təlim prosesini düzgün formada, yəni cəlb etsin, şagirdləri motivasiya etsin. Və biz motivasiya mərhələsini şagirdi qarmağa keçirmək kimi görək. Yəni, bilirsiniz, qarmaq da xüsusi bir sivri göstəriciyə malikdir və orada o balıqlar məsələn düşəndə qarmağa çıxa bilmir geriyə dönüşü olmur.
Biz də təlim prosesində motivasiyanı düzgün quranda şagird üçün böyük bir maraq hissi yaranır. Yəni insan övladı maraq hissi, yəni güclü olan bir varlıqdır və belə bir halda maraq yaranacaqsa təlim prosesinə, dərsin əvvəlindən sonuna kimi sizin təlim prosesiniz, yəni güclü qurulacaq. Deməli, motivasiyanın qurulması təlim prosesinin demək olar ki, 80%-nin belə deyək, effektiv alınması deməkdir. Yəni motivasiya qurularkən şagirdlərə belə deyim, bu proseslərinə diqqət etməlisiniz. Məsələn, yaş faktoru var, onların maraq dairəsi var. Məsələn, hazırki təlim prosesimizdə, ümumiyyətcə hazırki dövrümüzdə biz bir innovativ bir dövrdə yaşayırıq. Məsələn, uşaqlar görürsüz daha çox İKT, telekommunikasiya, məsələn, smartfonlara, müvafiq ağıllı telefonlara və yaxud da ki, kompüter şəbəkələri olsun, nələrsə, yəni bu kimi göstəriciləri daha açıqdır, daha maraqlıdır və biz də bundan istifadə edərək oyunu gətirib təlim prosesinə qata bilərik ki, onlar üçün bir motivasiya dolu olsun, maraqlı olsun, onları cəlb edək. Məsələn, İKT-dən daha çox, texnologiyadan daha çox istifadə etsək, vəsait olaraq, vasitə olaraq, bu yenə də cəlb olunmanın əsas göstəricisidir. Hətta interaktiv cəlb olunma kimi görüləcək. Bunu beləcə nəzərdə saxlayırıq. Sonra müəllimlər baxın, şagirdi motive etmək üçün əsas faktorlar var. O faktorlardan birini qeyd edəcəm sizə. Məsələn, problemin təqdim edilməsidir. Problemli situasiya qoyulacaq. Baxın, motivasiyanı həyata keçirmək üçün üsullarımız, göstəricilərimiz var. Situasiyalar belə düşəcək. Məsələn, problemin təqdim edilməsi başlığı var. Müəllim sinifdə hər hansı bir beyin həmləsi edir. Beyin fırtınası ilə, yəni sual verərək beyin fırtınası yaradır və problem müəyyənləşdirir. Problemi təqdim edir və bunun özü belə şagirdi cəlb etmə metodudur. Yəni biz şagirdi artıq təlim prosesinə cəlb etdik. Yəni baxın, bu olacaq nə? Bu olacaq bizim üçün əsas belə deyək, motivasiya göstəricimiz. Yəni şagird dərsə cəlb olundu, düz deyilmi? Aha. Şagird təlim prosesinə cəlb olundusa, deməli biz nəyə dəlalət edir bu? Yəni problemi təqdim etməmizə və problem əgər təqdim olunubsa, demək ki, biz artıq şagirdləri təlim prosesinə cəlb edə bilirik. Sonra gələcək maraqlı başlanğıc. Sizlər təlim prosesində şagirdlər üçün maraq oyatmaq üçün təəccüblü bir fakt deyə bilərsiniz, müvafiq bir stat gətirə bilərsiniz, crossword qeyd edə bilərsiniz, qısa lətifə ilə başlaya bilərsiniz təlim prosesini ki, bu da maraqlı başlanğıc kimi, yəni bir göstəriciyə sahib olar. Yəni bu da sizin üçün yenə qeyd etdiyimiz kimi əsas faktorlardan biridir. Sonra müəllimlər, qeyd edək ki, proaktiv xarakterli bir suallar da verə bilərsiniz şagirdlərinizə. Proaktiv dediyimiz, yəni tənqidi təfəkkürü əsaslandıran bir sual ola bilər. Məsələn, şagirdlər burada müzakirəyə cəlb olunar. Yəni məzmun üzərində düşünməyə təşviq edərik şagirdlərimizi. Baxın, bu proaktiv xarakterli sualların verilməsidir. Sonra vizual alətlərdən istifadə edə bilərik. Məsələn, vizual alətlərə nəyə qeyd edə bilərik? Hər hansı bir vizual materiallar, PDF-lər ola bilər. Məsələn, onu biz təqdimat formasında şagirdlərə çatdıra bilərik və yaxud da ki, xüsusi bir resurslardan istifadə edə bilərik. Yəni bu kimi təqdimatlar, yəni şagirdlərə çatdırıla bilər. Sonra şəxsi təcrübəmizdən çıxış edə bilərik. Məsələn, ən çox mən elə MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərdə bundan istifadə edirəm təlim prosesinə başlamamışdan öncəki. Müəllimlər, hər kəs bu mərhələni keçir, çətinliklərimiz var. Mən özüm də artıq 10 ildir ki, məsələn, mən təlimçilik fəaliyyətindəyəm, bu çətinlikləri görürəm, sizi çox gözəl başa düşürəm. Məsələn, ən minimalla başlayıb maksimala bu yollarla çatmışam. Məsələn, bunları qeyd edirəmsə, bu mənim şəxsi təcrübəmdir və artıq bir müəllimdə artıq bir motivasiya yaranır ki, hə, demək mən zəif deyiləm. Demək məndə də alına bilər. Məndə hələ ki belədir. O Karl Dweck'in hələkinin gücü nəzəriyyəsinə əsaslanırıq bir növ. Yəni buna bənzəyəcək. Bu da olacaq nə? Şəxsi təcrübədən istifadə olunma. Sonra gələcək müəllim buzqıran strategiyadan istifadə. Buzqıran strategiyalar
cəlb olunma mərhələsində çox az istifadə olunan bir üsuldur. Məsələn, burada şagirdlər artıq şagird-şagird münasibətinə cəlb olunacaq və həmyaşıdları ilə prosesdə iştirak edəcəklər. Məsələn, həmyaşıdları ilə bir buzqıran strategiyalara cəlb olunacaqlar ki, təlim prosesi onlar üçün ünsiyyət qurmaq üzərində, ünsiyyət qurmağa təşviq olunacaq. Bir saniyə müəllimlərimizi qəbul edək. Elə indi qoşulan müəllimlərimiz də var. Aha. Deməli, buzqıran strategiyalar yenə əməkdaşlı formada ünsiyyətə təşviq edilən bir metod kimi görüləcək. Sonra müəllimlər, dərsin məqsədinin müəyyənləşdirilməsi var. Dərsin məqsədini müəyyənləşdirən zaman da yenə dərsin məqsədi aydın şəkildə şagirdlərə çatdırılmalıdır. Bu da önəmli faktorlardan biridir ki, şagird dərsə cəlb olunanda bilsin ki, dərsinin məqsədi nədir və nə məqsəd üçün dərsi dinləyir, nələrə sahib olacaq, nələri öyrənəcək, nələrə sahib olacaq. Sonra müəllimlər, texnologiyalardan istifadə var. Texnologiyalardan istifadə qeyd etdiyimiz kimi ağıllı lövhələr, smartfonlar, müvafiq proyektorlar ola bilər, yəni müvafiq göstəricilər ola bilər ki, bu da yenə texnologiyalar kimi görülə bilər. İnteraktiv sorğular ola bilər, viktorinalar ola bilər. Yəni bu kimi onlayn hətta dərslər belə, yəni bizim üçün texnologiyadan istifadəyə gətirib çıxaran nümunələrdir. Sonra hərəkətlərdən istifadə ola bilər. Məsələn, uşaqlar hərəkətli formada, məsələn, üsullardan sinif küncləri var. Bu hiperaktiv şagirdlər üçün daha maraqlı bir üsuldur. Yəni bu da yenə şagirdlərə kömək edəcək ki, hərəkətli formada təlim prosesinə cəlb olunsunlar. Sonra gələcək müəllimlər. Digər bir göstəricimiz əvvəlki dərslərlə əlaqə. Əvvəlki dərslərlə əlaqə deyəndə müəllimlər, əvvəl öyrəndiklərimizdən qaynaqlanacaq və bir inteqrasiya yaradacaq və bu şagird bir növ kələfin ucunu tutacaq da, belə deyək. Və belə bir formada şagird nə edəcək? Əvvəlki mövzudan istifadə edərək mövzunu daha yaxşı öyrənəcək. Necə deyirik? Öyrənmə boşluqda baş vermir. Öyrənmə müvafiq olaraq nəyinsə bazasından əsas götürərək öyrənməni həyata keçirə biləcəyik. Yəni bu da həmin o göstəriciyə əsaslanacaq ki, əvvəlki dərslə əlaqə yaradaraq biz motivasiyamızı qura bilərik. Sonra gələcək həvəs göstərin. Uşaqlar həvəs yaradacaq. Əyani vəsaitlərdən istifadəni qeyd etdim. Hekayə oxumaqla da mən belə deyək, motivasiyamı başlaya bilərəm. Adi musiqi səsləndirmək belə yenə motivasiyanın qurulması üçün önəmli faktorlardan biridir. Mənə sualınız varmı, müəllimlər? Sualınız varmı? Yox, müəllimə, buyurun, davam edin, dinləyək sizi. Çox qəşəng danışırsınız. Danışın, biz də dinləyək. Təşəkkür edirəm. Digər müəllimlərimiz, sualınız varsa deyin. Demək, qrupda 30 nəfər müəllimin 20-si qoşulub cəmisi. Niyə belə tənbəllik bilmirəm. Aytac müəllim, Elnarə müəllim, Əminə müəllim, Fəxriyə Təmoyeva. Fəxriyə müəllim, mən sizi bilmədim. Hansı profildə olan müəllimsiz, onu qeyd edərsiniz, zəhmət olmasa. Aha. Deməli, motivasiyamızı öyrəndik, düzdürmü? Bir də refleksiyanı izah edəcəm. Sonra sizə qəşəng testlər deyəcəm. Təxminən sizə bugünkü dərsimizdə 20 test buradan, 30 test, 50 test işləməliyik. Dərsin sonuna qədər qalacaqsınız. Yəni 90 dəqiqə desək də dərsimiz 2 saat əhatə etməlidir. İmtahana az qalıb, öyrənmək məcburiyyətindəsiniz. Ev tapşırıqlarınızı da mənə çəkib göndərin. İstədiklərinizi çəkib göndərin müəllimlər. Dəqiqə, Namiq müəllim buradadır, görək. Tural müəllim buradadır. Namiq müəllim yenə qoşulmayıb dərsə. Buradasınız, hə, Namiq müəllim buradadır. Rauf müəllim buradadır. Hə, qoşulan müəllimlər. Hamı qoşulsun dərsə, hər birinizin üzərindədir nəzərim. Hamı diqqətli olsun dərslərə müəllimlər. Demək, davam edirəm mən yenə izahımıza. Bir dəqiqə, ekranı qeyd edək. Qısa fasilələr edirəm ki, siz də yorulmayasınız. Demək, müəllimlər, davam edirəm. Demək, refleksiyadan danışacağım sizin üçün. Mən motivasiya mərhələsində dedim ki, təlim prosesində motivasiyada biz şagirdi qarmağa keçirdik. Sanki təlim prosesinə cəlb etdik. Amma refleksiyada
şagird gün ərzində, dərs ərzində öyrəndiklərini, həftə ərzində öyrəndiklərini bizə çatdıracaq. Bir növ belə deyəcəm, refleksiya etmədən öyrənmək qidanı çeynəmədən udmağa bənzədirdi. Yəni Edmund qeyd edir ki, yəni təsəvvür edin ki, yemək yeyirsiniz, amma onu çeynəmədən udursunuz. Yəni refleksiya olmalıdır ki, qidanı yəni çeynəmədən udmaq necə olar? Yəni onu həzm etməyəcək artıq. Yəni bizim bilgilərimiz, bacarıqlarımız da sanki buna bənzəyəcək. Yəni refleksiya edilməlidir ki, təlim prosesi həyata keçirilsin. Refleksiya bir cavab reaksiyasıdır və təlim prosesində öyrəndiklərimi refleksiya edirəmsə, demək dərk edirəm. Necə deyirəm? Qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa aparıram təlim prosesini. Yəni bu olacaq bizim refleksiyamız. Deməli, bir də qeyd edək, müəllimlər refleksiya şagirdlərin düşüncəsini, əməlini, xarakterini, dünya görüşünü başqaları ilə və bizimlə bölüşməsi kimi görüləcək. Və refleksiyanın əsasında bir mühakimə dayanacaq, bir dərk etmə dayanacaq, nə üçün dayanacaq, necə dayanacaq, nə üçün baş verdi, niyə baş verdi, nə səbəbə. Yəni burada artıq müzakirələr olacaq. Yəni şagird artıq burada reaksiya verəcək. Bir də qeyd edək, qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa keçid refleksiyanın əsas göstəricisidir. Deməli, refleksiyanı mütləq formada aparmaq lazımdır. Məsələn, siz fikir vermisiniz, bilmirəm, yoxsa yox. Biz hər təlim sonrası ya test işləyirik, ya da sual-cavab edirik öyrəndiklərimizlə bağlı. O deməkdir ki, burada dərsi öyrəndiniz, qısa müddətli yaddaşınızdan uzun müddətli yaddaşınıza keçid edirik. Nə öyrəndik? Nə üçün öyrəndik? Baxın, bu prosesi özümüzə də sərgiləyək deyə yaxşı yadımızda qalsın. Yəni şagird də bu gün əgər isim mövzusunu keçibsə, motivasiyada mən bu şagirdi qəşəng ələ almışamsa, gətirib dərsin sonunda bu refleksiyanı mən əvvəldə sual qoymuşdum motivasiya ilə. Refleksiyada o sualın cavabını tapıb və şagirdə bunun nə olduğunu və bugünkü təlim prosesində nə üçün olduğunu izah ediriksə və özü onu dərk edirsə, olacaq refleksiya. Az öncə də qeyd etdim, indi də deyirəm, refleksiya və motivasiya mərhələsi təlim prosesinin ən əsas mərhələləridir. Yəni mütləqdir ki, 7 mərhələnin 7-si də tətbiq olunmasa belə, amma motivasiya mütləq olmalı, refleksiya ilə yekunlaşmalıdır. Motivasiya şagirdi dərsə cəlb etmək, refleksiya isə cəlb etdiyim məqamları refleksiyada yerləşdirmək, uzun müddətli yaddaşa çevirmək kimi görüləcək. Müəllimlər, refleksiyanı həyata keçirmək üçün də yenə bizim xüsusi üsullarımız var. Motivasiya üçün qeyd etmişdim az öncə. Refleksiya üçün də qeyd edə bilərik şəxsi jurnallar, müzakirələr, müsahibə, sorğu, cümlə kökləri, özünü qiymətləndirmə, çıxış biletləri, eyni zamanda çıxış biletlərini biz 3-2-1 kimi də görə bilərik. Bir də indi qayıdaq əsas məqamlara yenidən. Demək, hansıları dedik? Şəxsi jurnalları. Şəxsi jurnal, təsəvvür edin, hər bir şagirdinizin bir jurnalı var, şəxsi olaraq. Həftə ərzində öyrəndiklərini həmən jurnalda qeyd edir və həftənin sonunda onu sizə təqdim edir. Bu, həm də müəllimə kömək edir ki, şagirdin fəaliyyətini dəyərləndirsin. Şagirdə kömək edir ki, şagird öyrəndiklərini refleksiya etsin. Yəni, refleksiya həm müəllim üçün əlverişlidir, həm də şagird üçün. Bu oldu şəxsi jurnal. Yəni, bir həftə ərzində şagirdin bacarıqları, dərk etmələri orada öz əksini tapdı. Müəllim agah oldu uşaqda. Uşaq da öyrəndiklərini, dərk etdiklərini refleksiya edərək şəxsi jurnalında qeyd etdi. Görün, nə qədər effektiv bir göstəriciyə sahibdir. Sonrakı bir göstəricimiz müzakirədir. Müəllimlər, müzakirə yəni ən əsas faktordur. Məsələn, təlim prosesimizdəki müzakirələr belə, məsələn, sual-cavab belə refleksiya aparan ən əsas göstəricidir. Sual-cavabın təşkili müzakirədir, yəni qısacası belə deyə bilərik. Müsahibə dialoq formasında qurula bilər, sorğu əsaslı ola bilər. Sorğu əsaslı olacaqsa yazılı olacaq. Bu elektron yazılı formatda da ola bilər, vərəqlər formasında da ola bilər. Yəni bu formada sorğular təşkil oluna bilər. Orada müəllim sual verə bilər ki, məsələn, öz fəaliyyətini əks etdirən hansı strategiyaları
görə bilərsən? Hansı strategiyalardan istifadə etdin? Birinci yarım ildə hansı çətinliklərin oldu? Məsəl üçün də belə deyək, müvafiq suallar ola bilər, sorğular ola bilər. Yəni bu da olacaq, yəni bizim üçün refleksiya metodu. Sonra gələcək cümlə kökləri müəllimlər. Cümlə kökləri, cümlə veriləcək və nöqtələr qoyulacaq. Məsələn, bugünkü təlim prosesində məsələn sual verir ki, bu mövzu ilə bağlı mənə qaranlıq qaldı. Nöqtələr. Nöqtəni artıq şagird özü davam elətdirəcək. Çünki bu cümlə köküdür. Yəni cümlənin kökü verilir, davamını şagird davam etdirir. Məsələn, gələn dərs üçün öyrənmə məqsədləri nöqtələr. Artıq uşaq yazır ki, bunlar olacaq. Yəni bu olacaq nə? Bizim üçün cümlə kökləri. Özünü qiymətləndirmə metakognitiv biliyimizə əsaslanır. Yəni burada artıq mən özümün zəif və güclü tərəflərimi müəyyənləşdirəcəm, çətinliklərimi görəcəm. Aydındır müəllimlər? Bəli, müəllimə. Buyurun. Əlasız. Deməli, bir də çıxış bileti var. Çıxış biletinin digər adını 3-2-1 kimi görə bilərsiniz. Demək olar ki, mahiyyət eynidir. 3-2-1 və yaxud da çıxış bileti. Eyni mahiyyətə malikdir. Eyni anlayış deməkdir. Burada necə olacaq? Məsələn, çıxış biletində məsələn yazacaq ki, mənim güclü tərəflərim, növbəti dərsdəki müvəffəqiyyət göstəricim nə olacaq? Dərsdə aktivliyim necə idi? Uşaq özü haqqında məlumat yazacaq. Orada yanlış məqamlar yazıla bilməz, çünki sualları müəllim özü qoyur. Sualları müəllim özü qoyur deyə şagirdin başqa yolu yoxdur ki, ondan başqa özünü öyəcək, yəni özünü tərifləyəcək bir nələrsə qeyd etsin. Ona görə çıxış biletləri gözəl bir metoddur ki, yəni şagird artıq səmimi olur cavablandırmada. 3-2-1-də isə konkret olaraq bugünkü təlim prosesində öyrəndiyi 3 məlumatı yazır. 2 maraqlı olan məqamı yazır. Bir dənə də hələ onun üçün sual qalan məqamı yazır. Yəni bu da görürsüz bir qiymətləndirməyə bənzəyir. Müəllimlər, belə görün də, refleksiya qiymətləndirmə kimi görün. Motivasiya bir sual yaratmaq kimi görün. Yəni sual yaratmaq nədir? Uşağa bir maraq yaradırıq. Refleksiyada qiymətləndiririk. Aydındır. Bunu beləcə nəzərimizdə saxlayırıq. Baxın,